bir məsələ var. Bu da olduqca mühüm məsələlərdəndir. Elə dərsimizlə əlaqəlidir. İbn Qayyim rahimehullah yenə kitabında davam edir. Buyurur ki: "İyyake və iyyək." Deyir ki, nə badə. Allahla yanaşı hər hansısa bir məxluqu Allahdan artıq sevəsən. Diqqət edin. Deyir ki, "İyyake və iyyək ən tuhibbə şəxsən əksara minallahi azza və cəl." Allahla yanaşı Allahdan artıq olaraq kimisə sevəsən. Sonra buyurur ki, bil ki bu sevdiğin adam bir gün sənin imtihanın olacaq. Diqqətli olun. Bir nəfər var, zövcəsini Allahdan çox sevir. İkincisi deyir ki, mən oğlumu Allahdan çox sevirəm. Üçüncüsü deyir ki, mən malımı Allahdan çox sevirəm. Allahın müstəhan. Üçüncüsü, dördüncüsü deyir ki, mən nə bilim atamı Allahdan çox sevirəm. Vallahi, billahi, tallahi. Bir günlər bu məxluqlar sənə imtihan olacaq. Allah səni o məxluqlarla başda-başa bıraxacaq. Ona görə nədir? Heç kimin sevgisini Allahın sevgisindən önə çəkmək lazım deyil.